Salam dəyərli şagirdlər. 19 apreldə Güvən Nəşriyyatının ümumi qruplar üzrə sınav imtahanı keçirilmişdi. Keçən səfər Azərbaycan suallarının izahını yerləşdirmişdim. İndi isə 10-cu sinif ədəbiyyat suallarının izahını yerləşdirəcəm. Vaxt itirmədən birbaşa suallara başlayaq. Deməli, birbaşa cavablar deyəcəm ki, sürətli şəkildə, yəni 4-5 dəqiqə rahat yoxlayasınız. 61-də Cuşqılda verilən nümunə ilə bağlı fikri soruşur ki, pəmbəyi qəfləti çək. Yəni gizli sillərə agah olmaq üçün qəflət pambığını çıxarmaq lazımdır. 61D. 62-də səhər nəticədə yanlışı soruşur. Koroğlu Xoca Əzizi Bağdada göndərmişdi. Dəlilərin tutulması xəbərini vaxtında öyrənir. Burada səbəb yanlış verilmişdi. 63-də İskəndərnamə əsərində İskəndər Bərdoğanına baş verir. Orada Nüşabon qabağına daş-qaş qoymuşdu yeməyə. 64-də Cuna tək sərildi. Bu təşbihdir. Duman sərildi. Və yaxud da torpağa baş qoyub uyudu xəzan. Yəni köçürmə var burada metafor. Bir də soldu meşələr inversiya C variantı. Keçək o biri suala. O biri sualda Dəhnamə Hikmətin fəzilətini soruşur. Burada nəzmlə yazılmaq ortaqdır. Bu doğrudur. Hikmətin fəzilətdə bu mənzum hekayədir. Bu da doğrudur. Bunlar çıxanda yerdə qalır 1-4. Cavab B variantı. 66-da Zavyaska bir düyündür, bir də kulminasiyadan əvvəlki mərhələdir. Ekspozisiya, Zavyaska, kulminasiya. 1-4 A variantı. 67-də Hatimxan ağa ilə bağlı yanlışı soruşur. Şahbaz bəyin fransız dili öyrənmək xəbərini sevincə yox. O dedi ki, digər dilləri öyrənmişsənsə bəsindir. 3 səhvdir. 4-də də Monsieur Jordana xəbər vermək ona aid deyildi. Bu da yanlışdır. 3-4 Y variantı. 68-də deməli Leylinin dəvə ilə dərdləşməyi Nofəlin səhrada Məcnun tapmasından sonra baş vermişdi. Əvvəldə isə Məcnun səhrada olanda Leylini görmüşdü. Bir də Leylinin atası, daha doğrusu Məcnun atası Leyli üçün elçiliyə getmişdi. 2-3-4. Bu əvvəldə baş vermişdi. 69-da bu sözü deyən Qaraca çoban idi. Yəni Qazan xana demişdi ki, məsələn, yəni yemək bişirərəm. 77-də sığmazam rəcəz idi, rəməl yox. 71-də A, B, C, B bu qoşma ilk bəndidir. D, 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 B isə orta və yaxud da son bənd olacağına görə 1A, 2B, C. 71A. Deməli 69 Qaraca çoban Y, 70 C, 71 də A. 72-də Y variantı Bakıxanov, yəni Mişkatul Ənval, Miratul Cəmal əsərlərinin müəllifidir. Bizdən doğrunu soruşurdu. 73-də asan sualdır. Yəni Zakir satirik şeirlər bir ustadı sayılırdı. 73C. 74-də yəni Dağlar şeirində burada yoxsulu ərbabı şahı gedanı, yəni dağlar insanlar arasında fərq qoymur. A variantı. 75-də üçünə də ortaq deyirlər, ikisinə yox, hamısına ortaq metafor idi. Dənizin tövşüməsi, dalğanın qaçması, onların hər ikisinin havada üşüməsi, bunlar hamısı köçürmədir, B variantı. Amma birincidə inversiya olmadığına görə təkcə B variantını götürürük, metafor. 76-da nəzmlə yazmaq Xurşudbanu Natıvana aiddir, 1-ə C, yalnız nəsrlə İsmail bəy Qutqaşınlı 2-yə B, həm nəzm, həm də nəsr, bu da Axundzadəyə aiddir, 3A, Y variantı, 76-da Y. 77-də remarkadan istifadə olunmaq, komediya ilə eyni ədəbi növdə olmaq və baş qəhrəman ölməsi. Bunlar hamısı faciə ilə bağlı doğru fikirlərdir. 2-3-4 D variantı. 78-də intibah dövründə hökmdarlar təqlid olunub. 2 səhvdir. Orta əsr Azərbaycan ədəbiyyatında hecab vəznində xalq şeiri üslubunda şeirlər yazılmışdı. Ona görə 3 də səhvdir. 4 yox, 5 səhvdir. Çünki tuyuq orta dövrə aiddir. 2-3-5 A variantı. 79-da diqqətlə qulaq asaq, lirik növün belə deyim də nümunələri nəzmlədir. 2 yanlışdır. 6 A, A, B, A şəklində olanların, bütün bu nümunədə olanların hamısına bayatı demək yanlış olacağına görə daha doğrusu hesab etmək olmaz. Yəni bu doğru fikirdir də. 6-nı bu tərəfə atırıq. 2-ni də yanlışın altına qoyanda 2-6 C variantı. 80-də deməli münəccimbaşını aradan götürmək istəyən Axund Səməd idi. Şah Abbas ölüm qorxusuna xilas olur Mövlana cəmalətinə görə. Körpüləri dağıtmaq istəyən, yolları dağıtmaq barədə göstəriş verən Sərdar Zaman əsgərlərin maaş almadan yaşaya biləcəyini düşünən də Mirzə Yahya idi. Yerdə qalır vəzir Mirzə Mövsüm B variantı. Sürətli şəkildə izah verdik. Video faydalı olursa kanala abunə olmağı unutmayın. Təşəkkürlər.